O əvvəlcə kiçik bir addım idi. Yalnız bir cəhd, bir sınaq. Gəncin əlindəki siqaret kimi. Alovu uzaqdan seyr etdiyimiz bir oyuncağa bənzəyirdi. Təhlükəni hiss etmirsən. Çünki oddan əvvəlcə yalnız istilik gəlir. Sonra addımlar sürətləndi. Hər dəfə o cəhd geri dönməz bir keçidə çevrildi. Dostlarla gülən axşamdan sonra gecələr tək qalan səs. Ümid dolu planların yerinə təkrar əməliyyatlar. Bədənin hissləri uyuşdu. Ruhum boyna əyildi. Gözlərdəki parlaq arzular soldu. Həyatın rəng palitrası bir ton tündləşdi. Ailə masası bir zamanlar bir araya gələn ümidlər idi. İndi isə eyni masada susqunluq oturur. Ana pəncərədə gözləyir, ata pəncərəni açıb bağlayır. Uşaqlar şəkillərə baxıb xəyallara qapılır. Söylənilmiş sözlər divarlara yapışır. Gecə qaranlığı içində yavaş-yavaş sökməyə başlayır. Narkotik hər addımda bir pəncərəni bağlayır. Bir iş fürsətini, bir dostluq bağını, bir gələcək ümidini. O yalnız bədəni hörmə çəkən bir xəstəlik deyil. O addım-addım həyatın özünü udan bir qara dəlikdir. Və acısı, ölüm təkcə bir son deyil. O yavaş-yavaş gələn, hər addımda daha çox şey aparan bir tərzdə yaşınızdakı işıqları söndürür. Sonda qalan isə boş bir ayaq izi və ailənin ürəyində davamlı eşidilən bir səssizlikdir. Peşmanlıqla dolu, qorxuyla dolu. Bu xəbərdarlıqdır. Hər bir dəfə hərəkəti addım-addım ölümü yaxın etdirir. Həyatı qorumaq üçün bir addım atmaq isə dönmək, əl uzatmaq, ümidə sarılmaq hələ də mümkündür.